Deməli, quru sərhədlərlə bağlı keçən dəfə debata baxırdım. Elman Nəsirov bildirdi ki, bəs quru sərhədlərin bağlı olması bizim təhlükəsizliyimizlə bağlıdır. Ümumiyyətlə, bu ən absurd və ən məntiqsiz arqumentdir, təhlükəsizlik arqumenti. Gəlin, mən sizə izah edeyim. Birincisi, bizim dövlət sərhəd xidmətimiz var. Yəni, zaten sərhədlər istər açıq olsun, istər bağlı olsun, dövlətin bir qurumu var ki, o sərhədləri qoruyur. Sərhədlərdən gələnləri, gedənləri yoxlayır və nəzarət edir. Yəni, sərhədlərin açıq olması o demək deyil ki, sərhədlər açıqdır, istədiyi adam gələ bilər, gedə bilər. Bu birinci məsələ. İkinci məsələ, hətta fərz eləyək belə ki, doğrudan da bizim bilmədiyimiz bir təhlükə var. O sərhədlərdən kimlərsə keçə bilər və s. və ilahi. Hətta fərz eləyək də, inanaq. Elman Nəsirova gəlin inanaq biz. Bu halda, yaxşı, niyə sərhədlər Azərbaycan vətəndaşlarına bağlıdır? Bax, məsələn, Qazaxda yaşayan Əhməd dayıya, Xaçmazda yaşayan Xalid əmiyə, nə bilim, Astrada yaşayan, məsələn, Cəmilə xalaya, yəni öz vətəndaşlarımıza sərhəd niyə bağlıdır? Yaxşı, xaricidən gələnləri başa düşdük, buraxmırsınız, ola bilsin təhlükə var. Öz vətəndaşlarımıza bu sərhədlər niyə bağlıdır? Niyə həmən o Cəmilə xala, Əhməd dayı, məsələn, Gürcüstanda bir yaxın qohumu var. Niyə o gedib sərhədi keçərək, Azərbaycan şəxsiyyət vəsiqəsini təqdim edərək sərhədi keçə bilmir, eyni cürdə qayıda bilmir? Axı, bu sənin öz vətəndaşındır. Axı, bundan təhlükə yoxdur. Bu onsuz da Azərbaycandadır, bu onsuz da Astarada yaşayır, bu onsuz da Qazaxda yaşayır, bu onsuz da Xaçmazda yaşayır. Bu sənin vətəndaşındır da. Axı, bundan da təhlükə yoxdur sənə. Bu gedib öz qohumunu niyə ziyarət eləyə bilmir? Bu gedib rahatca niyə istirahətini eləyib qayıda bilmir, məsələn, Batumidə, yay vaxtında? Niyə gəlməlidir Bakıya? Niyə minlərlə manat təyyarəyə pul verməlidir, azala pul verməlidir? Təzdən qayıtmalıdır Bakıya, təzdən qayıtmalıdır Qazaxa. Axı, bu əziyyəti siz öz vətəndaşlarınıza niyə verirsiniz? Axı, öz vətəndaşlarınızdan sizə təhlükə yoxdur. Çünki onlar axı zaten Azərbaycandadır bu vətəndaşlar. Heç olmasa bunu tətbiq eləyin. Əgər siz həqiqətən də səmimisinizsə, həqiqətən də siz doğrudan da problem təhlükəsizlikdirsə, doğrudan da problem sizin o biznesiniz, öz maddi maraqlarınız deyilsə, niyə açmırsınız? Öz vətəndaşlarınıza heç olmasa açın da bu sərhədləri.